أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد بن عبد الله. ثم صل على علي أمير المؤمنين وعلى فاطمة سيدة نساء العالمين وعلى ولديه وصبطيه الحسن والحسين سيدي شباب أهل الجنة وعلى الأئمة من ولد الحسين علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والخلف الحجة القائم المنتظر المهدي حججك على عبادك وأمنائك على بلادك يا ربي صل عليهم صلاة تامة زاكية نامية ما دامت السماوات والأرضون. عباد الله أوصيكم ونفسي بتقوى الله. Möhtərəm möminlər, möhtərəm möminələr, Allah bir daha bu cümə gününü hamımız üçün bərəkətli, xeyirli qərar versin inşallah. Əvvəl özümü və sonra siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allah bizi imanlı, təqvalı insanlardan qərar versin. Pis yollardan, pis insanlardan uzaq olmaqda bizləri müvəffəq eləsin. Allah Subhanahu və Teala ağlımızı və sağlamlığımızı əlimizdən almasın inşallah. Əlacı olmayan xəstəliklərlə bizləri imtihan eləməsin. Xəstələrimizə şifa inayət eləsin. Dünyadan köçüb gedənlərimizi və şəhidlərimizi rəhmət eləsin. Son anımıza, son nəfəsimizə qədər Allah ağlımızı, sağlamlığımızı bir daha dua eləyək, əlimizdən almasın inşallah. Son nəfəsimizə qədər sağlam ağılla, sağlam təfəkkürlə, sağlam bədən üzvləri ilə ona ibadət, itaət eləməkdə bizləri müvəffəq eləsin inşallah. Allah İmam Zaman Ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizi onun zuhuruna hazır olanlardan, qəlbini razı salanlardan qərar versin inşallah. Bir neçə nəfər, elə bəziləri bizim burada namaz qılanlarımızdır, xanımlar tərəfindən bir xəstəmiz əməliyyat olunub. Allah ona şifa versin. Sizin dualarınızı istəyib, biraz bundan qabaq mənə zəng eləmişdi. Allah bütün xəstələrə, o Ağbirsək xanıma da tezliklə şifa inayət eləsin inşallah. Allah aqibətimizi xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi ucalı bir salavatla yad ediyoruz. Ayələrdə gizlənən həqiqətlər silsiləsində bugün önəmli bir məsələni sizin nəzərinizə çatdırmaq istəyirəm. Allah Quran-ı Kərimdə bir neçə ayədə, çoxlu bəlkə də indi mən 3 ayə sizin üçün oxuyacağım. Bu 3 ayə açıq, aşkar. Bu məsələ orada izah olunub, amma onlarla ayələrdə dediyim bu məsələ müxtəlif formalarda deyilib. Ki bu da bizim bəzən ilk baxışdan bu cür ayələri oxuyan gənclərimizi şübhəyə salır. Beyinlərinə, zehinlərinə müəyyən nədir, başa düşülməyən məsələləri gətirir ki, bəzən də şübhə ilə yanaşılır məsələlərə. Bu necə ola bilər? Məsələn, bu 3 ayəni sizin üçün ardıcılıqla oxuyuram. Birinci ayə Quran-ı Kərimin İbrahim surəsinin 4-cü ayəsidir. Allah bu ayədə deyir: Yehdillahu men yeşâ və yudillu men yeşâ və huvel azizul hakim. Allah istədiyini hidayət edir və istədiyini də nə eləyir? Azdırır. O, izzət və hikmət sahibidir. İbrahim surəsinin neçənci ayəsi? 4-cü. Allah istədiyini hidayət edir, istədiyini də nə eləyir? Azdırır. Sonra Fatir surəsinin 8-ci ayəsində yenə eynən İnnallaha yehdi men yeşâ və yudillu men yeşâ. Allah istədiyini nə eləyir? Hidayət eləyir. İstədiyini də nə eləyir? Azdırır. Müddəssir surəsinin 31-ci ayəsində Kəzəlikə yudillullahu men yeşâ və yehdi men yeşâ. Deyir, beləcə Allah istədiyini hidayət edir,
İstədiyini də nə edir? Azdırır. Bu məzmunda bizim onlarla ayəmiz var. Nə deməkdir Allah istədiyini hidayət edir, istədiyini sən edir, hidayət eləmir, azdırır. Bunu bizim oxuyan bəzi gənclərimiz və yaxud Quran məntiqindən məlumatlı olmayan bəzi insanlarımız belə zənn eləyirlər ki, nədir? Elə hidayət, zəlalət Allahın əlindədir. Allah istədiyini düz qərar verib, istədiyinlə nə eləyib? Səhv qərar verib. Kimi hidayət edib, hidayət yolundadır, kimi də azdırıblar, azıblar, gediblər. Əzizlər, bu və bu kimi ayələri bu formada qəbul eləməklik birinci dərəcədə, birinci növbədə Allahın ədalətində şübhə yaratmaqdır. Allahın ədalətinə şübhə ilə yanaşmaqdır. Necə yəni Allah əgər istədiyini hidayət edirsə ki, səni, məni istəyib hidayət edib gətirib bura, minlərlə, milyonlarla insanı azdırıb qoyub küçələrdə, onlar öz işləri ilə məşğuldular. Onda bəs bu ilahi ədalət hardadır? Bəs qiyamət günündə hesab kitab, əməl tərəzisi, nə bilim, ilahi məhkəmə nə üçün bərqərar olacaq, madam Allah istədiyini hidayət edir, istədiyini nə edir? Azdırır. Bu ayələr nə demək istəyir bizə? Əzizlər, bu suala cavab vermək üçün biraz diqqətli olmaq lazımdır ki, biz çaşmayaq. Hidayət iki qismdən ibarətdir. Birinci qism hidayət, ümumi hidayət adlanır. O nə deməkdir? Əzizlər, Allah bütün Adəmdən Xatəmə qədər insanların düzgün yolu tapmaları üçün bütün vasitələri nə edib? Hamısı üçün fərq qoymadan yaradıb. Bu, möminə də aiddir, kafirə də aiddir. Allah Subhanahu və Teala bizim hamımıza ağıl verib. Biz o ağlın vasitəsi ilə yaxşını pisdən nə edirik? Ayırırıq. Düzdür. Bu, Allah Subhanahu və Teala bizə kitablar, peyğəmbərlər göndərib. Peyğəmbərlər ancaq möminlər üçün göndərilib. Ümumidir bu. Allah kitablar, səmavi kitablar nazil eləyib. Bu ancaq möminlər üçündür, yox. Deməli, ümumi hidayət vasitələri, əziz qardaşlar, hamıya şamildir. Bütün ağıllı insanlara, ağıl ki Allah tərəfindən verilib, bu ümumi hidayətin bir vasitəsidir. Allah istəyir səni düzgün yola yönəltsin ki, sənə ağıl verib. Sənə peyğəmbərlər göndərib. Sənə kitablar göndərib ki, səndə ağılda olan natamamlıqları bu vasitə ilə nə eləsin? Tamamlasın. Bu dediyim vasitələr hamısı üçündür. Bu, ümumi hidayət. Bir növ hidayətimiz var bizim, ona deyirlər xüsusi hidayət. O xüsusi hidayət nədir? Sən ağıldan, peyğəmbərdən, vəhiydən, kitabdan istifadə eləyəndən sonra Allah sənə xüsusi inayətini nə edir? Şamil eləyir. Xüsusi şəkildə sənə diqqət yetirir. Xüsusi şəkildə səni nə eləyir? Sənə müvəffəqiyyət verir. Bu nədir? Xüsusi diqqət. Amma əgər sən ümumi hidayət yollarının heç birini seçmədin, ağlın oldu, ağılsız insanlar kimi yaşadın. Özünü heyvandan seçmədin. Peyğəmbərlər gəldi, saymadın, sözünü heç saydın. Ayələr nazil oldu, sən onların heç birini nə elədin? Qəbul eləmədin. Ümumi hidayət vasitələrindən istifadə eləməyəndə Allah səni nə edir? Öz başına bıraxır. Sən istəmədin, get bat öl. Bax, bu o deməkdir ki, Allah istədiyini hidayət edir, istədiyini nə edir? Azdırır. Burada bizim tərcümələrdə belə tərcümə olunur. Amma ərəb dilində o ifadə elə gəlib ki, bunu başqa formada da tərcümə eləmək olur. Amma bizdə tərcümələr bizim dilə uyğun ki, tərcümə olunub. Allah istədiyini hidayət edir, istədiyini nə eləyir? Azdırır. Amma ərəb dilində biz onu başqa cürdə tərcümə eləyə bilərik. Necə deyə bilərik? Allah kim istəyirsə onu hidayət edir. Kim istəyirsə onu nə eləyir? Azdırır. Yəni, eyni ərəb dilində olan o cümlə bu cürdə tərcümə oluna bilər. Yəni, başqa bir cümlənin əziz qardaşlar, hidayət olmaq istəyən bizik. Azmaq istəyən də nədir? Bizik. Kim hidayət olmaq istəyir? Allah ona
O düzgün, ümumi yollardan əlavə biraz da nədir? Güc verir, xüsusi diqqət, xüsusi inayətini ona şamil edir. İnsan gedir, daha da nə olur? Daha da ucalır. Kim ümumi vasitələrdən istifadə eləmir, nə olur? Bədbəxt olur, Allah onu öz başına bırakır. Nə üçün biz dua edirik ki, ilahi bizi bir göz qırpımı da olsa belə, nə elə? Öz başımıza nə eləmə? Bıraxma. Yəni, başqa bir cümlə ilə desək, burada problem bizi yaradan Allah'da yox, bizim özümüzdədir. Mən bir misal kimi demək istəyirəm. Baxın, əlimdə olan bu kağızı mən istədiyim kimi bükę bilirəm. Çünki bu kağızda bükülmə qabiliyyəti var. Mən kardonu da bu formada bükę bilərəm. Bundan da yüksək güc versəm, o kardon mənim əlimdə bükülməyəcək. Kitabın o qalın üzünü də bu əlimdə olan kağız kimi bükę bilərəm. Problem məndədir ya bu kağızdadır? Bu kağızdadır. Bu kağızın bükülmə qabiliyyəti varmı, onu bükę bilirəm. Amma kardonun bükülmə qabiliyyəti yoxdur. Eyni gücü və ondan da yüksək güc tətbiq eləsəm də yenə də onu əlimdən bükę əzə bilmirəm. Və bu misalla istəyirəm sizə bu məsələni izah edeyim. Problem biz insanlardadır. Bəzən biz hidayət olunma qabiliyyətimiz var. Bəzən bizim hidayət olma qabiliyyətimiz nədir? Yoxdur. Bəzən biz Allah bizim üçün yaxşılığa, ucalığa, o düzgün hədəfə çatmaq üçün bizim üçün yaratdığı yollardan istifadə edib gedib çatırıq. Bəzən isə nədir? İstifadə eləmirik. Allah saymırıq, Quran saymırıq, Peyğəmbər saymırıq. Bizə verilən ağıldan istifadə eləmirik. Allah da bizi nə eləyir? Öz başımıza bırakır. Bu ayələrin mənası budur. Allah istədiyini hidayət edir və istədiyini nədir? Azdırır. Və daha doğru o ikinci formada tərcümə elədim ha. Allah kim istəyirsə onu hidayət edir, kim istəyirsə onu nə edir? Azdırır. Yəni hidayət olmaq və azmaq istəyi bizim öz ixtiyarımızdadır. Bu məsələlərə diqqət eləsək, biz bütün bu və bu kimi ayələri nə eləyə bilərik? Başa düşə bilərik. Baxın, məsələn, mən sizin üçün bir ayə oxuyuram. Muhammed surəsinin, Peyğəmbər zamanına salavat deyə inşallah. Muhammed surəsinin 17-ci ayəsi. Bu ayələrə diqqət edin ki, mənim dediyim məsələlər bu ayələrdə daha açıq-aşkar şəkildə izah olunub. Quran-ı Kərimin bir ayəsini götürüb, elə əlimizdə bayraq eləyib ki, Allah belə deyir, digər ayələrdən bir xəbər qalaq, bu özü zəlalətdir. Muhammed surəsinin 17-ci ayəsində Allah deyir: "Vəllezîne ihtedau zâdehum huden və atahum təqvahum." O şəxslər ki, hidayət oldular, Allah onların hidayətlərini daha da artırır və onlara təqva verir. Onların təqvalarını onlara verir. Bu nə deməkdir? Onlar ki, hidayət oldular, Allah onların hidayətini artırır. Yəni, onlar ki, ümumi hidayət vasitələrindən istifadə elədilər, Allah xüsusi diqqət yetirir onlara. Bu misalı məndən bəlkə çox eşitmişsiniz. Müəllim sinifdə dərsi bütün şagirdlərə eyni formada deyir. Lakin müəyyən şagirdlər canfəşanlıq eləyib, can yandırırlar. Müəllimi rahat qoymurlar. Çıxanda onun dalıca düşürlər. Bu nə oldu? Bu necə oldu? Müəllim nə eləyir? Görür ki, bu istəyir, ona daha xüsusi diqqət yetirir ya yox. İndi bu lətifəsi Allah belə deyil, amma bəzən müəllim məcburiyyətdən buna nə edir? Cavab vermək zorunda qalır. Belə deyir, əl çəkmir də məndən. Bax, biz bunu bu cür başa düşək. Biz istəsək, Allah bizə xüsusi inayəti verir. Biz istəməsək, bizi öz başına bıraxacaq Allah. Bir ayə də oxuyuram sizin üçün, buna diqqət edin. Səf surəsinin 5-ci ayəsi. Allah deyir: "Fələmmə zâğu əzâğallâhu qulûbəhum." Onlar ki, o zaman azdılar, yoldan çıxdılar, Allah onların qəlblərini azdırdı. Qəlb Quran-ı Kərimdə ümumiyyətlə ağıl mənasındadır. Bunu yadınızda saxlayın. Yəni onlar ki, daha pis yolu, şeytanın yolunu seçdilər, Allah nə elədi? Öz başına bıraxdı onları. Onların ağlı olsa da belə heyvandan fərqləri olmadı, düzgün yolu, düzgün seçə bilmədilər. Əziz qardaşlar, bu günləri həqiqi hidayət nədir? İnsanın üzləşdiyi ən təhlükəli məsələlərdən biri budur ki, insan Allahın xüsusi inayətindən məhrum olar.
İnsan ilahi müvəffəqiyyətdən məhrum ola. Məsələn, gələr namaz qıla, amma ruhsuz namaz qıla. Gələ Qur'an oxuya, amma o Qur'an onda heç bir əsər qoymuyor. Haqqı eşidə qulağı ilə, amma onun ardınca getməyə. Bu cür insanlar özlərini hidayətdə saysalar da, onlar bilsinlər ki, Allah onları öz başına buraxıb. Ki, mən haqqı bilirəm, amma haqqın dalınca gedə bilmirəm. Baxın, mən sizə bir İmam Musa Kazım Əleyhissalatu Vesselamın dövründə olan bir hadisəni deyirəm. Çox önəmli hadisələrdəndir. Və bilin ki, insan nə qədər diqqətli olsa, nə qədər istəsə, bəzən kiçik bir qığılcım bizim böyük şeyləri əldə eləməyimiz üçün nədir? Bir səbəbdir. Günlərin birində İraqda İmam Musa Kazım Əleyhissalatu Vesselam, Kazımın ki, onun qəbri ki, o yerdə var, İraq vilayətində bir kişi fasik, facir, gecələri ancaq şərab içmək, rəqqasaları gətirib oynatmaq, ancaq eş-işrətlə məşğul olan bir kişi gündə belə öz halında evə gəlir, görür ki, küçənin bir qırağında bir kağız düşüb. Hadisəyə diqqətlə qulaq asın, kağız düşüb bulacaq. Kağızı götürür, baxır, görür ki, kağızın üstündə Ləfzül Cəlalə Allahın adı yazılıb. İndi nə yolun yolcusu olsa da belə götürür onu, palçığını təmizləyir, öpür onu, qoyur alnına, gətirir evə, onu hündür bir yerdə nə edir? Qoyur ki, Allahın adı ayağın altından olmasın, qalmasın. Mən yadıma gəlir, biz uşaqlıqda, o bizdə indi baxma, hər şey inkişaf edib, amma iman cəhətdən biz geridə qalmışıq. Mən yadıma gəlir ki, biz bəzən o konfetlərin üstündə ərəb hərfləri görəndə mən öz yadıma gəlir ki, biz götürər ya Quran hərfləri yerdədir deyə götürüb onu qoyardı hündür yerdə. O bərəkət onda idi də. Bəlkə də orada konfetin adı yazılıb. İndi mən bilirəm, onu ayağa da qoyub keçirəm. Amma o vaxtı biz Quranın hərfləri ilə yazılıb bu konfetin üstü, biz ona hörmət edirdik. İndi bundan işim yoxdur. Bu kişi götürür, bunu gətirir, qoyur hündür bir yerdə. Gecələrin birində, baxın görün bir dənə əməldir də, kiçik bir əməl elədi. Gecələrin birində bu yenə də yığıb öz dostlarını, tanışlarını, içirlər, oynayırlar, rəqqasələr. Özündə bunda evində bir xadiməsi, kənizi evdən, məsciddən uzaq zibilləri götürüb çölə atmaq istəyəndə çölə çıxır, İmam Musa Kazım Əleyhissalatu Vesselam bu evin qabağından keçir, bu cariyəni görür. Deyir ki, bu evdə səs-küy nədir burada belə? Deyir ki, ağamdır da belə. Dostlar, tanışlar, rəqqasalar, içirlər, keyf, eş-işrət məclisi qurub. Deyir, sən bu evin sahibi quldur və yaxud ağadır. Gülür. Deyir, bu boyda sarayı olan da qul olar. Deyir, sən düz deyirsən. Qızım, sən düz deyirsən. İmam ona deyir. Əgər qul olsaydı, belə günah eləməyi cürət eləməzdi. Azaddır ki, bu hoqqanı verir. Hoqqanı verir mənim sözümlə. Bu da yox-yox gəlib daxil olur içəri, deyir, niyə gec gəldin? Deyir, geçirdim, bir nəfər qapının ağzına məni saxladı, mənə belə bir sual verdi ki, bu evin yiyəsi quldur ya azaddır? Mən dedim ki, necə yəni quldur? Mənim ağam azaddır. Deyir, bunun əlində şərab, fincanı şərab içirdi. Bu sözü eşitdi, dayandı, fincan onun əlindən düşdü. Biraz fikirləşdi ki, bu sözü kim deyib? Hara getdi o kişi? Durur, çıxır bayram. Deyir, o istiqamətə ki, qaçır, gəlir, görür ki, bu sözü deyən, bu sözün müəllifi, bu sualın müəllifi İmam Musa Kazım Əleyhissalatu Vesselam'dır. İçkili halda qalır imamla üzbəüz. Deyir ki, sən bugün o kənizə belə bir söz dedin ki, mənim vicdanımı sızıldatdı. Həqiqətən də mən Allaha qul olmağımı yaddan çıxarmışam. Mən əgər Allaha qul olsaydım, bu formada onun qarşısında üsyan eləməzdim. Mən sənin vasitənlə, sənin əlindən tövbə edirəm. Bugündən etibarən heç vaxt günaha tərəf getməyəcəyəm. O kişinin adı Buşurdur və yaxud Bişir. Ləqəbi Bişir Harisin oğludur. Amma o ki, kəniz gəlir, girir, səri, deyir ki, kişi mənə bu sözlü o tərəfə getdi, ayağı yalın qaçır imamın dalıyca. O gündən onun ləqəbi qalır Büşrül Hafi, ayağı yalın Büşr. Yəni evindən çıxıb imamın dalıyca ayağı yalın qaçan kişi. Hidayət olur, bu gündə də nədir? Möminlər üçün nümunə olan kişilərdən biridir o, Büşrül Hafi.
Nə vasitəsilə? Bax, balaca bir kağız. Allahın adına hörmət edək. Allah hidayət eləmək istədi onu. Peyğəmbərin oğlunu onun qapısına göndərdi. Buna diqqət edin. Allah o fasiki hidayət eləmək üçün Peyğəmbər oğlunu onun qapısına göndərdi ki, o onun vasitəsilə hidayət olsun. Allah o günahkarı sevir. Allah bizi, hamımızı sevir. Yetər ki, biz istəyək. Biz istədiyimiz vaxtı Allah diqqətini bizə biraz da artırır. Biz istəmədiyimiz vaxtı, saymadığımız vaxtı Allah bizi nə edir? Öz başımıza bıraxır. Ona görə əziz qardaşlar, bu ayələri bu formada nə eləmək lazımdır? Başa düşmək lazımdır və həmişə dua eləmək lazımdır ki, biz nə üçün elə Həmd surəsində hər gün oxuyuruq, İhdinəs sıratal müstəqim, İlahi bizi düzgün yola yönəlt. Yəni, bizi xüsusi inayətindən, müvəffəqiyyətindən nə eləmə? Uzaq salma. Bizi öz başımıza eləmə. Bu ayələri, əziz qardaşlar, bu formada başa düşmək lazımdır. Allahdan istəyək, Allah bizi bir göz qırpımı da olsa öz başımıza buraxmasın. Allah bizi hidayət yolunda sabit qədəm eləsin. Allah qəlblərimizi, ağıllarımızı, iman nurunu qəbul eləməkdə həmişə hazır eləsin inşallah. Allah subhanahu və teala bizi o şəxslərdən qərar verməsin ki, onlar yolunu azıb və Allahın qəzəbinə düçar olublar, tuş gəliblər. Allah bizi hidayət olunmuş insanlardan qərar versin. Allah əhl-i beyt yolunda bizi sabit qədəm eləsin. Baxın, əziz qardaşlar, insanın addımı, mövqeyi önəmlidir. Biz hər bir addım və mövqeyimizə görə qiyamət gündə cavab verəcəyik. Hər bir şeyə tez reaksiya verməkliyi də olmaz. Hər şey barədə bir belə tələsi fikir vermək, şübhəli yanaşmaq, bu sabah bizim üçün bəla olar. Ona görə nədir? O günü düşünək, attığımız addımlara diqqətli olay və mövqeyimizi Allahın razılığı əsasından eləyək, irəliyə qoyaq. Öz həvai nəfsimizə görə danışmayaq. Allah bizi bu insanlardan qərar verməsin inşallah. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kərimdə deyir Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yekulləhu kufuvan ahad. Amennā billah, sadaqallahul aliyyul azim. Vəssalamu aleykum cəmiən və rəhmətullahi və barakatuhu.